Salam millət, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram uşaqlar. Hər birinizi xoş gördük Hardcore DFX-də. Millət, hər həftə olduğu kimi uşaqlar yenə də sizə bazarda olan situasiyaları göstərəcəm. Situasiyalardan vaxtında izləmək üçün uşaqlar zəhmət olmasa bizim Telegram kanalımıza abunə olun və oradan vaxtında hər şeyi əldə eləyin. Baxın uşaqlar, dünənlər axşam bizdə belə bir analitika olub və bizdə paylaşılıb hamısı öz vaxtında. Siz də vaxtında xəbər tutmaq üçün sadəcə Telegramımıza abunə olursunuz və ödənişsiz şəkildə bunların hamısından yararlanırsınız millət. Mən özüm Elliotla trade eləyirəm, Resident Support zonaları ilə trade eləyirəm, yəni texniki analiz və bunu sizinlə paylaşıram. Hal-hazırda görürük ki, dünənləri bizdə 16-20 iyun həftəlik analiz. Bu həftə üçün Elliot dalğaları əsaslanan texniki analizi paylaşıram. Millət 377 nəfər baxıb artıq aktiv şəkildə olan izləyicilərimizdir və yararlanırlar uşaqlar. Burada mən göstərirəm ki, məsəl üçün baxa bilərsiniz, burada Bitcoin üzrə belə bir hesabat olub, göstəriş olub və aşağıda nə görə bilərik uşaqlar. Gəlin mən sizə burada Bitcoin-i göstərim. Hal-hazırda Bitcoin özünü necə aparır. Dünənləri biz baxdığımızda hansı time frame idi? Hal-hazırda baxaq. 1 saatlıq qrafik. Görün, tam olaraq açıq yazıram sizə. 1 saatlıq qrafik üzrə analiz. Baxın, Elliot dalğası impuls yüksək ehtimallı ssenari. Qrafikdə bir neçə impuls düzəliş strukturu izlənilir. Burada olan bütün situasiyanı sizə izah eləyirəm. Qiymətinə kimi yazıram və hamısını sizinlə paylaşıram və nəyi izləmək lazımdır, onu da sizə deyirəm. Baxın uşaqlar, Bitcoin idi. Keçək biz 1 saatlığa baxaq. Hal-hazırda görə bilərik ki, 1 saatlıqda dünənləri bizdə burada Elliot var idi. Hansı ki görə bilərik. Baxın, görürsünüzmü? Dünənləri bizim burada gördüyümüz Elliot, bir dəqiqə Bitcoin. Burada bizdə Elliot var idi, hansı ki struktur pozğunluğundan yoxa çıxdı. Aşağıda mən göstərmişəm uşaqlar, səsli olaraq izah vermişəm. Yəni Elliot dalğaları nə vaxtları öz strukturunu pozur, struktur pozğunluğu. Hal-hazırda təlimimiz də o üzrə hazırlanır. Ona görə təlimlərimizdə də ola bilərsən. Bunun üçün Instagrama yazmağın kifayətdir. Bütün linkləri aşağıda saxlamışam dostum. Bax bura, görsən Millionaires Trade Academy, gələ bilərsən akademiyada Elliot dalğalarını tam olaraq öyrənə bilərsən. Yəni göstərirəm sənə, bildirirəm. Burada Elliot dalğamız bizim pozulub və biz görürük ki, 1 saatlıq Bitcoin USDT qrafik idi. Dünənləri burada Elliot dalğamız var idi. Bugün isə həmən Elliot dalğamız demək olar ki, yoxdur. Demək olar ki, yoxdur. Yoxa çıxdı. Struktur pozğunluğu baş verdi. Nəyə görə uşaqlar? Baxın, gəlin sizə göstərim. Yenə də deyirəm sizə, baxın, Bitcoin, struktur, birinci dalğa, ikinci dalğa. Gördünüzmü? Birinci dalğa gəlir, ikinci dalğa korreksiyadır, üçüncü dalğa, dördüncü dalğa. Buradan bizdə 5-ci dalğa gözlənilir. Əgər bizim 4-cü dalğamız gəlib 1-ci dalğadan yuxarı keçərsə, bizim Elliotumuz effektiv sayılmır. Elliotumuzun ləğv olduğu görünür. Yəni bunu da bilmək lazımdır. Hansı ki bazardan siz vaxtında çıxmağı bacarasınız və vaxtında girməyi bacarasınız bazara uşaqlar. Yəni Elliot bunu sizə göstərir. Burada mən təlimlərdə göstərmişəm ki, ideal giriş nöqtələri breakout, retest və reversal strategiyaları ilə uşaqlar tam dəqiq yerlərdən bazara girmək üçün. Biz nə edirik? Biz burada Elliot, texniki analiz, Resident Support zonaları və götürürük Fibonacci zonalarımızı. Yəni Fibonacci zonalarımız olur. Burada görə bilərsiniz ki, siz Elliot necə gözəl bir şəkildə işə yarayıb. Bu bizim Telegramımızda göstərilmişdir uşaqlar. Elliotla keçid alırsınız və əməliyyatlarınızı uğurlu edirsiniz uşaqlar. Burada göstərilənlər yatırım məsləhətidirmi? Yox. Bu sadəcə sizə bazarın yönünü göstərir. Yəni bunu siz dünyanın lübo yerində deyə bilərsiniz ki, bizim müəllimimiz bizə Elliotu belə öyrədir. Adam deyəcək ki, bəli, başı çıxan adamdır və düzgün analizlər aparır. Uşaqlar, Elliotun dərsini mən sizə öyrədirəm. Yəni Elliot nədir? Onu sizə bildirirəm. Mən bunun üstündə özümü inkişaf elətdirirəm və sizə də məsləhət görürəm. Çünki uşaqlar, Elliot həqiqətən də bizə tam olaraq giriş nöqtələrini göstərir və böyük bir sahədir. Yəni tək Elliot deməklə bitmir və Elliotu swing trade-də və yaxud da ki day trade-də necə istifadə eləmək olar? Hamısını sizə öyrədirəm və bunun üzərində çoxlu təlimlərim olacaq uşaqlar. Həmən təlimlərin hamısı bura yüklənəcək və siz bircə dəfə ödəniş eləməklə həmişəlik akademiyada olacaqsınız və Elliotu məndən demək olar ki, yəni siz bir dəfə ödəniş elədiniz, ömürlük pulsuz şəkildə əldə eləyəcəksiniz. Yəni bizim akademiyamız belə işləyir uşaqlar və burada siz də olmalısınız. Hər birinizi görməyə şad olaram. Gələ bilərsiniz. 373 adamın içində siz də ola bilərsiniz uşaqlar. Yəni öyrənmək lazımdır. Nəyə görə bu qədər deyirəm? Bu bir reklam deyil uşaqlar, bu həqiqətdir. Yəni Elliot deyirəm sizə. Gedin istənilən bir yerdə göstərin. Deyin ki, bu adam belə analiz aparır. Göstərdiyiniz adam da təbii ki, başı çıxan adam olsun. Xahiş eləyirəm. Göstərdiyiniz adamın başı çıxmırsa, o burada heç nə görməyəcək. Vəsə millət, burada bizdə Elliot yoxa çıxdı. Nəyə görə? Millət, hal-hazırda bu kripto bazardır. Kripto bazarında millət bizdə long gedən zamanlar olur, yəni восходящий trend və nisходящий trend.
Bu Forex-də yoxdur. Forex-də sadəcə long short var, yuxarı aşağı var. Yəni valyutada stabildir. Yəni başa düşürsüz? Təxmini olaraq stabil gedir valyutalar. İndi TL-ni falan çıxmaq şərti ilə, rubli çıxmaq şərti ilə, yəni bunlar çox volatillidir. Hansı ki çox o yan bu yan, amma söhbət ondan gedir normal valyutalardan. Funt dollardır, nə bilim evro dollardır, sonra euro katdır. Belə valyutalardan söhbət gedir. Bunlarda trend deyilən bir şey ola bilər, amma imенно kriptoda olan kimi qalxan bazar, düşən bazar belə bir şey yoxdur. Çünki bu bazar spot bazarıdır və burada kimsə Bitcoin-i alır və bahalaşanda satır. Bax belənçinə. Valyutada elə şey yoxdur. Valyuta uşaqlar. Dövlətlər arasında alqı-satqı var o saat. Yəni hər gün gedir. Kriptovalyuta belə deyil. Kriptovalyuta fərqlidir. Kriptovalyuta hissə-hissə alınır və tam olaraq fərqlidir. Yəni yatırım kimi istifadə olunur və bu futures bazarına da təsir eləyir. Bizim bugünkü videomuz bundan irəli gəlmir. Bu haqqda mən bir təlim hazırlayaram. Baxın, burada bizdə Elliot olub və mükəmməl bir şəkildə özünü doğruldub. Ondan sonra bizdə burada Elliot qırıldı. Elliotun qırılmağı nə deməkdir uşaqlar? Burada hal-hazırda biz tez bazar bir analiz aparsaq, biz nə görə bilərik? Biz görə bilərik ki, uşaqlar, bizdə Bitcoin gəlib 110 minlərə. İndi bu hardan göstərir? Binance-dan göstərir, səhv eləmirəmsə. Yəni kotirovkalar elə yerlərdə var ki, 112 minə kimi gedib çatıb qiymət yəni. Baxın, uşaqlar, bu hardan əmələ gəlir? Buradan Fibonacci-ni biz qoysaq, Fibonacci-nin qizətə ortaları, gəlin biz buranın ortalarını gətirək buralara. Bu xəttin ortası təxmini buradır. Buranın 618 zonaları təxmini gəlib bura çatır və gözəl bir ideal buradan elə bil ki, kualtla vurdular başından və qiymət getdi. Qiymət gəldi 103 minlərdə bərkidi və qaldırdılar yuxarı. Qaldıranda yuxarı millət, baxın, buranın da öz zonası var. Orta zonası var. Baxın, bax bu zonalar. Bu zona bizdə 50-lər zonasıdır. 50-lər zonasından korreksiya görə bilərik. Bəli. Amma bu Bitcoin olduğuna görə, kripto bazar olduğuna görə bu olmaya da bilər. Yəni futures bazarında bunu görə bilərik. Spot bazarında sadəcə götürüb apara bilərlər. Aydın olurmu sizə? Futures bazarında biz burada bir korreksiya görə bilərik. Hansı ki, burada double buton əmələ gəlir. 2 dənə toxunuş var bizdə. W hərfi çəkilir bizdə gözəl bir şəkildə. Buradan breakout girənlər artıq götürdülər. İndi retesti gözləyə bilərik. Uşaqlar, retestdən yenə də yuxarılara. Keçən dəfə mən dedim ki, Bitcoin deməli gəlib bizim 110 zonalarımızın yuxarısında belə bir şəkildə bərkiyərsə, bizim şamımız həftəlik buralarda durarsa, Bitcoin 120 minləri rahat bir şəkildə vura bilər. Çünki biz sadəcə burada olan qiyməti götürüb bunun üzərinə, məsələn, bu xətti, bu boyda qalxışı sadəcə götürüb bura qoysaq, bir o qədər də qalxış götürsək, baxın görün Bitcoin haralara gedib çıxır. Aydın olur sizə. Amma uşaqlar, bu yatırım məsləhəti deyil. Sizə deyim biləsiniz. Yəni İsmail bəy dedi, mən gedim nə bilim, yatırım eləyəndə itirəcəyiniz, yatırım elə, niyə eləmirsən ki? İsmail dedi, eləmək lazımdır. Sadəcə Bitcoin yadındadır 18 minlərdə olanda. Mən deyirdim, mənə dəli deyirdiniz, məni daşladınız. Amma indi Bitcoin gör haralara gəlib çıxıb. Nəysə, sözüm bunda yox, eybi yox. İnsan səhv eləyə bilər, sonradan düzələ bilər. Sadəcə onu demək istəyirəm ki, millət, bu bazardır və Forex bazarından fərqli olaraq burada trendlərdə çox yaxşı gəlir əldə eləmək olur və burada çox yaxşı itirmək də olur. Çünki siz eyfariyada bütün pulunuzu gətirib qoya bilərsiniz bura. Və burada hansısa bir, məsəl üçün, deyək İsmail milyoner, nə bilim hansısa bir başqa milyoner götürdü deyək ki, mən istəyirəm 1-2 milyonluq məsəl üçün Bitcoin satım və bunu heç kimə demirəm, düzdür? Desəm xaos düşər. Çünki mən satdım, bütün hamı satacaq. Biraz üzlü olan adamlar belə şeyləri rahat deyib və Elon Musk tam olaraq qanunsuz işlər görür. Yəni belə şeylər eləmək olmaz. Əgər siz auditoriyanız böyüdürsə, siz belə şey eləyərək bazara təsir eləyə bilər. Məsələn, İsmail satdı deyək və auditoriyasına paylaşdı. Burada cəmaət yuxarı girir və ağıllılar onsuz da qazanacaq. Çünki bu qalxacaq. Bir dənə İsmail bu qiyməti götürüb apara bilməz aşağı və yaxud da ki sən dostum. Çünki burada çox böyük oyunçular var. MicroStrategy kimi böyük şirkətlər bura yatırım eləyir. Salvadorun elə böyük yatırımı Bitcoin-in özündədir. Yəni mən buna heç nə eləyə bilmərəm. Sadəcə mən balaca bir time frame-lərdə hansısa bir hərəkət yarada bilərəm və bunu paylaşsam, böyük bir auditoriya bunu görsə, xaos düşsə, yəni effekt babuçki deyirlər buna, kəpənək effekti. Aydın olur sənə. Budur da bazarda sadəcə təhlükə. Yəni bu dünyada necə ki 100%lik heç nə yoxdur, yəni burada da elə bir 100%lik heç nə yoxdur. Amma bu o demək deyil ki, sən qazana bilməzsən. Söhbət ondan getmir. Trenddən gedir söhbət və burada tam başqa cürdür. Forex bazarı kimi deyil bura. Forex bazarında sən həmişə yuxarı aşağı gedirsən. Amma burada elə deyil. Burada konkret, əgər bazar bir tərəfə gedirsə, bazarda başlayır hype əmələ gəlməyə. Burada görsən konkret olaraq 3 bucaq çəkilib, 3 bucaqdan biz yuxarı keçmişik. Buralarda bərkiyəndən sonra biz gözəl bir atış eləyə bilərik. Və burada hal-hazırda Elliot yoxdur. Ona görə də mən Bitcoin-da bu dəqiqə əməliyyatım yoxdur. Əməliyyatım var idisə də onu saxlayıram. Aydın olur?
Vso, mənim Eliotum getdisə, mən orada qalmıram. Deməli, mənim stop lossum hardadır? Mənim Eliotumun itdiyi momentdə, bitdiyi momentdə. Vso. Eliot dayandısa, mən də dayandım. Eliot varsa, mən də varam, uşaqlar. Mən özümü belə diversifikasiya, özümü belə diversifikasiya eləyirəm. Yəni, uşaqlar, mən pulumun hamısını gətirib bura qoymuram. Mən onu hissə-hissə ala bilərəm. Aydın olur sizə. Məsəl üçün, gəlin mən sizə göstərim. Baxın, deyək ki, XRP. XRP-də belə bir analitika atmışam, analiz vermişəm. Qiymətlərimiz burada 2.155-dirmi bu? Hə, 155 deyək. 2.155, hal-hazırda biz XRP-yə girək. Hara getdi? 2.100-ə. Bax, buralardan uşaqlar. Siz girə bilərdiniz və hal-hazırda gözəl bir gəlir götürə bilərdiniz. H4FX-in sadəcə açıq kanalında olsaydınız, hansı ki sizə bunu pulla satırlar uşaqlar. Götürün, istifadə eləyin, yararlanın. Millət, bir yerdəyik, yəni mən özüm nəsə olanda Eliot qırıldı falan, hamısını sizə deyirəm. Yəni özünüz də görürsünüz. Yəni məncə bunu dəyərləndirməyə dəyər. Ona görə də YouTube-da videolara dəstək olmaq lazımdır ki, mən daha çox həvəsə gəlim və bunların hamısını sizə izah eləyim ki, siz bu bazarda itirməyəsiniz. Aydın olur sizə, uşaqlar. Mənə maraqlıdır ki, siz qazanasınız. Aydın olur sizə. Aşağıda link saxlamışam millət. Fon hesabı, kriptovalutalarda fon hesabı götürməyi onu da göstərəcəm sizə. Videonu izlə. Fon hesabı 50 dollarla 5000 dollarlıq hesab götürə bilərsən və trade eləyə bilərsən. Yəni 50 dollarla sən heç nə eləyə bilməzsən, amma 5000 dollarla eləyə bilərsən. Onu sənə aşağıda saxlamışam dostum. Yeni qeydiyyat eləyənlərə orada endirim də olmalıdır. Yəni götürüb endirimdən də istifadə eləyə bilərsən. Paket ala bilərsən və challenge-i keçib özünə gözəl bir hesabda trade eləyə bilərsən. Aydın olur sənə. Və mən sən qazandıqca oradan komissiya əldə eləyəcəm. Və bu mənə xoşdur. Ona görə aydın olur sənə, mən niyə görə bunu sənə öyrətmək istəyirəm. Mənə sərf edir sənin qazanmağın. Mənə sənin xeyrin lazımdır. Aydın olur sənə. Sən nə qədər qazansan, sən nə qədər dövriyə eləsən. Çünki sən orada brokerlə 80-in 20-yə işləyəcəksən. Aydın olur sənə. Sən 80-in 20-yə işləyəndə həmən o broker o 5%-i mənə verəcək. Aydın olur sənə, sən qazananda. Və sənin qazanmamağın mənə sərf eləmir. Aydın olur. Sənin qazanmağın lazımdır. Sənin dövriyə eləməyin lazımdır ki, mən qazanım. Aydın olur sənə. Yəni mən sənə bunu belə deyirəm ki, bəlkə sən fiziki dünyaya bağlı bir insansan, bunu belə başa düşəsən. Yəni pul cəhətdən sən fikirləşirsənsə. Amma mən sənə bunu daha açıq şəkildə göstərirəm ki, dostum, konkret vəziyyət belədir. Sənin qazanmağın mənə sərf eləyir. Ona görə də diqqətlə dinlə bunu. Yəni bunu sənə heç kim göstərməyəcək. Və daha çox öyrənmək istəyirsən, gəlirsən akademiyaya, vso, olursan akademiklər arasında akademik. Yəni öyrənirsən, konkret Eliotla hərəkət eləyirsən. Bu bazarın qayda qanunu var. Eliot bazarın dalğasıdır, ritmidir. Yəni bu uşaqlar, mən əvvəllər neçə illərdir mən bunun üzərində baş sındırmışam. Və indi mənə gəlir çatır. Çünki mən Fibonacci tək Eliotu bilməklə deyil, Fibonacci-ni də öyrənməlisən. Sən texniki analizi bilməlisən. Sən bazarda olan trendi bilməlisən. Sən xəbərlərdən xəbərdar olmalısan. Millət, bunlar hamısı gəlir, durur bunun üzərində. Ona görə də uşaqlar, öyrənməyə dəyər və bunu zarafat yerinə qoymayın. Yəni bu ritmi bilmək lazımdır və bu bazardan götürmək lazımdır. Görürsüz, XRP dünənləri harda idi, indi hardadır və siz də bundan yararlana bilərdiniz millət. Keçirik biz. Növbəti Ethereum-a baxaq. Ethereum-da da bizdə görürük ki, aşağı 5-ci dalğanı göstərirdi bizim Eliotumuz və Eliot burada nə vaxt qırıla bilər. Əgər bizim 4-cü dalğamız görürük ki, gəldi 1-ci dalğanı keçdi, bizim Eliotumuz işlək deyil artıq. Keçək Ethereum-a baxaq. Ethereum hal-hazırda demək olar ki, həmənki vəziyyətdədir və görək neçə saatlıq biz orada göstərmişik. 1 saatlıq qrafikdir, elə burada da 1 saatlıqdır uşaqlar. Baxın, Ethereum 4-cü dalğa və buranı aşağı bizdə göstərir. Düzdürmü? Bu tərəfi, yəni bizim 2.440-larımızı buralara bir korreksiya göstərir. Yəni Ethereum-da bunu göstərir uşaqlar. Əgər Ethereum bizdə gəlib deyək ki, həmən bu təsdiqlənib, düzdürmü? Amma manipulyasiya olarsa bu yenidən belə bir qırıq-qırıq xətlərə dönə bilər. Baxın uşaqlar, bu qırıq-qırıq xətlər nə deməkdir? Hələ ki bazar tam özünü doğrultmayıb. Hələ ki oyunçular tam olaraq o deyil.
oyunçularla, indikatorlarla hamısı bir yerdə Eliotu gətirir, çıxardır. Eliot elə belə olmur uşaqlar. Eliotla ancaq balinalar iş görürlər. Biz də balinanın böyründə bir xırda balıq kimi üzə bilərik. Balina olmağa ehtiyac yoxdur uşaqlar. Dünyanın malı dünyada qalacaq. Ona görə balina olmağa ehtiyac yoxdur. Normalni balinanın böyründə üzün bəs eləyir sizə. Bu da sizə balaca bir yumor. Like eləməmsənsə elə bu dəqiqə like elə videonu. Çünki bu sənin üçün 1 saniyədir. Uşaqlar, əgər bizim 4-cü dalğamız, baxın, birinci dalğa buradan başlayır, düzdür? Özünüzdə çəkin də, cızmaqara eləyin. Boş-boş televizora baxma, otur bunu çək də, çək özündə. Nə var ki burada? Çək, bax, sonra otur izlə, gör bazar özünü necə aparır. Aha, səhv elədin, yenə də elə. Nə var ki, nə vaxt alır ki sən? Bir dənə vaxt ayır və arada gir telefona, bax, gör necədir. Yəni, əməliyyatsız, heç nəsiz, prosto TradingView-da gir, çək özünə və bax, gör hədəfə doğru gedirmi qiymət. Heç broker zat falan lazım deyil. Əgər heç bir işin gücün yoxdursa, prosto elə belə sən buna belə izləyə bilərsən. Yəni baxa bilərsən ki, həqiqətən sən çəkdiyin tərəfə gedir yoxsa yox. Əgər bu bizdə buranı qırdısa, bizim Eliotumuz getdi zibil vedrəsinə. Aydın olur? Yəni bu belə işləyir uşaqlar. Biz hələ ki Ethereum-da 1 saatlıqda tam da bir şey görə bilmirik. Hələ ki necə var? Elədir. XRP özünü doğruldub. Sonra bizdə DOT var burada. DOT bizdə long göstərir. Keçid alaq görək DOT-da necədir vəziyyət. OK, DOT görək. Burada da 1 saatlıq qrafikdir. Millət Elliot dalğası korreksiya və yüksəliş potensialı verib bizdə və baxırıq və keçirik biz öz qrafikimizə. 3.79 tak keçirik biz bura. Buralardan olub və bu diviziyonu, bu hərəkəti artıq götürdük. Burada nə baş verə bilər millət? Burada sadəcə baxa bilərik biz. DOT C dalğamızı gözləyirik. Elliot özünü doğrulmağına çox az qalıb. Baxın dostlar, Elliot gül kimi Elliot. Baxın necə işləyib, necə gözəl, necə mükəmməl. A, B, C-yə gedir uşaqlar. Yəni bunu mən paylaşmışam, göstərmişəm. Uje burada olmalıydınız. Sən burada olmalıydın dostum, amma yoxsan. Niyə görə? Çünki tənbəlsən. Girib bir dənə Telegrama abunə ola bilmirsən. Tez bazar abunə olursan, qayıdırsan videoya baxırsan. Bir də ki uşaqlar, o reaksiya verin də. Nə olar ki, o reaksiyanı vermək çətindir bəyəm. Motivasiya verir mənə. Yəni o Telegramda reaksiya qoyursa, o reaksiya mənə çox motivasiya verir. Yəni bunu tənbəllik eləməyin. Energetik videolar istəyirsinizsə, uşaqlar, motivasiya. Sizin motivasiyanız odur mənim üçün. Baxın, C dalğamıza gəlirik, düzdürmü? Burada nə ola bilər? Burada struktur pozğunluğu. Mən istədim, məsələn, hansısa bir milyoner götürdü, DOT-u satdı deyək. Kəlləmə Allah. Aydın olur sizə. Amma belə olmur da, yəni belə işləmir. Təbiətin qanunları var. Bu həmişə belə olmur. Bu sadəcə skam proyekt deyil, bir şey deyil. Yəni skamlarda işləmir. Məsələn, DEX-lərdə falan bunlar DEX-ə falan aid deyil ha. Yəni deyim sizə biləsiniz. Bunların DEX-lə heç bir əlaqəsi yoxdur millət. DEX başqa şeydir. DEX-dən mənim o qədər də başım çıxmır. DEX-də Azərbaycan Elşad, DEX-in içində odur. Mən burada deyiləm uşaqlar. Mən sizə analitikanı öyrədirəm. Baxın, deməli, burada millət W var bizdə. Baxın, görürsünüzmü? Burada bizdə breakout strategiyası ilə götürmək olardı. Hal-hazırda yaxşı olar ki, məsəl üçün, bir retest gözləyəsən, ondan sonra keçid alasan. Amma bu retest belə də ola bilər, çünki bu kripto bazarıdır millət. Yenə də sizə deyirəm, bu kripto bazarıdır, Forex-lə bu eyni deyil, ümumiyyətlə vəbşi başqa şeylərdir. Vəbşi heç yan-yana qoyulası bir şey deyil, aydın olur sizə. Burada sistem başqa cür işləyir, orada başqa cür işləyir. Biz C dalğasını gözləyirik. C-də deyək ki, buralarda artıq C dalğasından öz profitimizi götürürük, take profitimizi götürürük bu qədər. Məsəl üçün, burada 2-nin 1-ə işləyim, 1-in 1-ə işləyim, belə şey yoxdur. Bu Elliotdur, Elliotda səndə dalğalar olur. Və əməliyyata girəndə də burada izolə işləyir. Yəni izolə ilə yaxşıdır bu trade eləmək. Yəni bu strategiya izolədə yaxşı işləyir. Uşaqlar, aydın olur sizə. DOT-da da biz artıq yuxarılardayıq. Baxaq görək sonra bizdə nə var, nə yox. DOT-u keçdik. Litecoin bizdə var. Litecoin də görək bizdə necə idi vəziyyət. 86.11 Litecoin dostlar köhnələrdəndir. Ona görə də mən burada da trade eləyirəm. Köhnələrə üstünlük verirəm. Bu mənə daha çox özgüvən verir uşaqlar. Yəni bilirəm ki, bu proyektin, bu şirkətin arxasında duranlar yaxşı oğlanlardır və onlar neçə ildir bu proyekti ayaq üstə saxlayırlar və bu proyekt
öz işi ilə məşğuldur. Vəsə. XRP kimi deyil. Məsələn, XRP-də istənilən bir xəbər, istənilən bir neqativ xəbər, onu XRP-yə qarşı olan xəbər, onu yəni kəlləmayallıq eləyə bilər. Çünki qlobal bir şeydir uşaqlar. Ripple haqqında Amerikada bir dənə neqativ xəbər çıxsa, vəsə Ripple-ın qiyməti getdi. Amma onun bir tərəfi də var ki, yəni belə bir riski varsa, deməli bunun belə bir mükafatı da var. Bir dənə yaxşı xəbər Ripple 5-6 dollar rahat yəni götürə bilər. Riski də var və potensialı da var. Belə isti, горячая штука. İsti bir kriptadır yəni. Maraq çoxdur ona. Baxın, Litecoin 4 saatlıqda biz baxmışıq dünənləri. Demək olar ki, uşaqlar hər gün göndərirəm mən sizə, amma hər həftə sonu daha belə real şəkildə göndərirəm ki, siz baxıb bir bilgilənəsiniz uşaqlar. Deməli bizdə DOT, Litecoin-a keçdik. Millət, baxaq bizdə 86.11, 87.30-larda da hal-hazırda 15 dəqiqəlikdə fikir versiniz uşaqlar. 15 dəqiqəlikdə bizdə korreksiya gözlənilir. 5-ci dalğa olandan sonra mən deyəsən yəqin ki, əgər məndə açıq əməliyyat varsa gərək bağlayım. Baxın millət. 4-cü dalğamız bizim özünü təsdiqlədi, amma uşaqlar bir şey də var. Bazar qalxan bazardır və bu Elliot burada öz işinə gedə bilər. Çünki əgər mən 4 saatlıqla hərəkət eləmişəmsə, 4 saatlığa görə açmışamsa öz əməliyyatımı, mən artıq başqa time frame-lərə baxmayacağam. Çünki həmən o 15 dəqiqəlikdə olan korreksiya buralara kimi gətirib sonra təzədən qaldırmaq deməkdir. Çünki burada bizdə birinci əməliyyatı bağlamaq üçün bu zona, ikinci TP-ni bağlamaq üçün bu zona. Mən çox vaxtları 1.618-ləri gözləyirəm, çünki bu qızıl rəqəmdir, bu necə deyirlər, Tanrının rəqəmi kimi səsləndirilir. Yəni bu uşaqlar çox vaxt buralara gəlir, çıxır və biz də burada baxa bilərik. Deyə bilərsiniz uşaqlar, tapdınızmı? Burada hansı strategiya işləyər? 3 saniyə vaxtım var. Yaz aşağıda, sonra videoya davam elə. Yəni haqqına olsun. Burada reversal, belə bir reversal işləyə bilər. Burada bizdə double bottom olub. Millət çox gözəldir uşaqlar. Oturun bunu. Həyatın bir anıdır da bu живой qrafikdə oturursunuz, baxırsınız, özünüz çəkirsiniz, sonra izləyirsiniz. O ayda düz çıxanda fərqi yoxdur. Siz necə deyirlər? Mənim üçün fərqi yoxdur da məsəl üçün. Hesabdayam, hesabda deyiləm, əməliyyat açmışam, açmamışam. Mənə maraqlı olan mənim burada etdiyim analizlərdə hansı ki düz çıxırmı, yoxsa uğursuzluq mu olur? Uğursuzluğun da öz həzzi var, uğurun da öz həzzi var. Ona görə millət, vəsə, topim. Baxın, Litecoin, yenə də Litecoin-də də xeyirdir uşaqlar 4 saatlıqda. Yəni burada da sən keçid ala bilərdin buralardan və artıq xeyirdə ola bilərdin. İndi də bilmirəm nə vaxt baxırsan bu videoya. Ona görə uşaqlar dəstək oluruq bizim komandaya da. Aşağıda şərh bildiririk. Sizin üçün videoları tez montaj eləsinlər. Çatdırsınlar videoları. Aydın olur sizə. Vəsə, uşaqlar, bu videoda mən sizə izah eləyirəm. Sadəcə bu bir siqnal deyil və yaxud da ki, hansısa bir get pul yatır demək deyil. Millət, siz bunu vaxtında görmək istəyirsinizsə, Telegrama abunə olursunuz. Vəsə, açıq kanaldır. Ödənişli də eləməyəcəm mən bunu uşaqlar. Girin, götürün, ehtiyac yoxdur. Burada da görürük ki, bazar özünü doğruldur və biz həqiqətən də Elliot'u görürük. Baxın, necə gözəl Elliot. Baxın, biz Elliot'a, görə bizdə Elliot ümumiyyətlə nə vaxt burada işıq üzü görüb, görə Elliot'u nə vaxt tanıyıb bizim bazar. Burada olanda artıq, fikir verin. Burada olanda artıq bizdə balaca bir Elliot tanıtımı olub. Əgər biz buradan short əməliyyat açsaydıq, deyək ki, baxaq. Deyək ki, biz buradan 4-cüdən əməliyyat açmışıq. Görə Elliot burada özünü necə təsdiqləyəcək? Aha. Gördünüz uşaqlar, Elliot itdi. Burada Elliot itdi. Siz açdığınız yerdəsiz, ya gözləyə bilərsiniz, məsəl üçün stoplarınız varsa, və yaxud da ki, əməliyyatdan çıxa bilərsiniz. Çünki əmin deyilsiniz, bazarda manipulyasiya var, Elliot yoxa çıxdı. İndi gözləyirsiniz yenə də Elliot'u. Yəni Elliot'u gözləmək lazımdır. Sizin Elliot'unuz məsələn burada yoxdur. Elliot yoxdur, görürsünüzmü? Nəyə görə yoxdur? Çünki uşaqlar, burada Elliot ona görə itdi ki, mən sizə bunu çəkməyə də öyrədirəm. Burada Elliot gəlmişdi, düzdürmü? Baxın. 1, 2, düzdür? 3 bu boyda olmalı deyil. 3 bizdə uzun olmalıdır. Sonra 4, bax belə gəlməlidir. Aydın olur sizə? Və 4 bu biri keçməli deyil. Burada isə bizdə nə baş verdi uşaqlar? Burada bizdə belə bir şey baş verdi ki, burada gəldi ki, 3 çox qısadır və 4 gəldi bizdə artıq bu zonanı keçdi. Və burada Elliot yoxa çıxdı. Bu sadə bir şeydir. Bunu bilmək elə də çətin bir şey deyil uşaqlar. Öyrənmək lazımdır prosta. Lazım olan mənbədən. Yəni bunu bilən adamdan. Baxın, basıram startı, görək bazar özünü necə aparır.
Hop, millət. Burada artıq bizdə Elliot'u gördü. Yəni 5-ci dalğa, A dalğası, B dalğası və C dalğası. Aydın olurmu sizə? Və davam eləyək. Manipulyasiyalar. Millət, Elliot hələ ki öz yerindədir. Elliot'u heç kim. Baxın. Gördünüzmü? B-ni hara çəkdi? Yəni uşaqlar, hələ B-nin gedəcək qədər yeri var. Aydın olur sizə. Gedəcək qədər yeri var. O birisi videolarda da mən sizə demişəm. Yəni gedəcək yeri var deyəndə nəyi nəzərdə tuturam? Millət, B, məsəl üçün 5-ci dalğa, A, B, C. Aydın olur sizə. Yəni 4-cü dalğa 1-ci dalğanı keçməməlidir. Yəni belə bir şeylər var, belə bir qanunlar var. Əgər onlar məhv olubsa, deməli bu Elliot deyil. Keçək biz növbətliyə baxaq millət. DXI 4 saatlıq qrafik. DXI-yi göstərmişəm mən. Baxaq görək DXI özünü necə apardı ümumiyyətlə. DXI biraz risklidir. Yəni burada əməliyyat açılmır. Bu sadəcə indeksdir, analiz aparmaq üçündür. Konkret Elliot'un özü də buradan məlumat götürür. Yəni burada Elliot bizdə 5-ci və A dalğası, B, C. Aha, 5-ci dalğadayıq. A, B, C. Hələ ki 5-ci dalğadayıq. Bunun ardını görmək istəyirsənsə dostum, mən bu həftə sonu da paylaşacağam. Yəni bax, keçid al Telegrama. Ətrafınızla paylaşın millət. Ətrafınızda bu işlə məşğul olanlar varsa, onlarla da paylaşın. Niyə paylaşmayasınız ki? Niyə sakit oturasınız uşaqlar? Qoyun insanlar yararlansın. Bu bumerang olaraq sizə dönəcək. Yəni siz nə qədər ki sıxsaz özünüzü, nə qədər ki paylaşmasaz, nə bilim, paxıl olsaz, sizə elə dönəcək. Yəni elə də qayıdacaq. Yəni siz nədəsə uğurlu ola bilmirsiniz. Amma siz görürsüz, açıq-aydın paylaşıram sizinlə. Görürsüz, gizlətmirəm ki sizdən. Görün, bu boyda auditoriyaya mən bunu açıq-aydın deyirəm. Yəni sənin üçün dostanışla bunu paylaşmaq nədir ki? Yəni çox rahat olar məncə sənin üçün. Vəsə millət, burada DXI-də göstərmişəm. Hal-hazırda gözləyirik bu situasiyanı. Burada isə biz 5-ci dalğanı görürük. Və hələ ki bizdə Elliot özünü fikir verin. Görək burada bizdə Elliot harda özünü göstərmişdi uşaqlar. Biraz çəkək qabağa. Aha. Deməli select bar. Görək bizdə Elliot burada nə vaxtı yaranıb. Burada bizdə uşaqlar lokalni, balaca bir Elliot C dalğasını çəkib, nə gözəl, balaca bir C dalğası çəkilib, görək. Sonra böyük Elliot görək nə vaxt əmələ gələcək. Aha. Burada bizdə böyük Elliot. Baxın, görün necə mükəmməl. 1-ci dalğa, 2-ci dalğa, görürsünüzmü? 2-ci dalğa 1-ci dalğanı keçməməlidir. Aydın olur sizə, ondan aşağıda olmalıdır. Elə bil ki, qiymət 100% düşüb, 70% qayıdıb. Yəni bu 70%, 80% qayıdıb, bu bizdə uşaqlar 2-ci dalğadır. Aydın olur sizə. Bundan sonra bizdə gəlir 3-cü dalğa, 3-cü dalğa minimum 2 bu boyda olmalıdır. Gəlin baxaq. Deməli, bu boyda. Aha. Bir də bu boyda. Yəni çəkək bunu, mən siz üçün uşaqlar prosto göstərmək istəyirəm ki, biləsiniz də, bax. İynə kimi. Yəni nə istəyirsiniz? Görürsünüz, iynə kimi işləyir bu bazar. Burada niyə pul itirəsən? İynə kimi işləyir bu bazar. Elliot burada uşaqlar. Bu 3-cü da düzdürmü? Bu belə də ola bilər ha. Yəni bax, bu 3-cü dalğadır deyə bu uzana bilər. Bu onda ki hardan görə bilərsiniz? Siz sol tərəfə baxmalısınız və görməlisiniz ki, bazar baxın. Ayda mən sizə konkret təlim keçdim uşaqlar. Bu Fibonacci-də bizdə. Baxın. Bunu hardan bilmək olar? Fibonacci-ni qoyursunuz bu təpədən bu təpəyə və onun korreksiyasını gözləyirsiniz. Korreksiya nə qədər ola bilər? Bu zonalara qədər ola bilər. Burada уже başqa bir Elliot əmələ gələcək millət. Bu barədə saatlarla danışmaq olar. Ona görə gəlin, öyrənin, bilin millət. Mən hər dəfə belə uzun videolar çəkə bilmirəm. Çünki mən yoruluram уже. Evrokatda uşaqlar short pozisiya bizdə görünürdü. Belə bir pozisiya görünürdü Evrokatda görək. Forex bazarı özünü necə doğruldu. Aşağı 1 saatlıq Evrokat. Uşaqlar, Evrokatda bizdə heç nə. C dalğamız bağlanıb. Baxaq görək, deyəm 1 dəqiqə, 1 saatlığa keçid alaq. 1 saatlıqda görürsüz. Evrokatda bizdə Elliot dalğası yoxa çıxıb uşaqlar. Dünənləri biz gəlmişik. Evrokatdır bu. Hə.
Belə bir manipulativ düşüş, ondan sonra da ki qalxır uşaqlar. Eurokat 561'lər, burada neçədir? 1 saatlıq qrafik, Eurokat 1 saatlıq qrafik. Millət, Eurokat əksinə gedib, qarıcı, stop loss olmusunuz, gedib öz işinə. Yəni Eurokatda Elliot dalğası işə yaramayıb və struktur pozğunluğu baş verib. Görək bizdə sonra nə var idi? Yəqin ki, Eurodollarda da həmən söhbətdir. Yox, Eurodollarda uşaqlar long verib və birinci dalğa, ikinci dalğa, üçüncü dalğa, dördüncü dalğa, beşinci dalğa A, B, C və mükəmməl bir şəkildə uçuş uşaqlar. Eurodollar əla, Eurokatda stop loss götürmüsünüz. Sonra nə var bizdə burada? USD CAD var. USD CAD-da bizdə nə idi vəziyyət? Aha, USD CAD-da uşaqlar. 1 saatlıq qrafik long. 1 saatlıq qrafik long. Eurokat öz işi ilə gedir, göstərdiyi tərəfə gedir, doğru tərəfə yönlənib və görək bizdə sonra nə var orada uşaqlar. USD frank, görək frank necə olub. Millət, frank gözəl bir şəkildə aşağı gedib, 1 saatlıq göstərdiyi kimi çox gözəl bir şəkildə. Burada da hər şey əladır və burada sizin üçün bütün brokerləri saxlamışam, hansı ki özüm ticarət edirəm millət. Götürə bilərsiniz və yararlana bilərsiniz. Uşaqlar, prop brokeri də aşağıda saxlamışam, hansı ki özümdə də bu dəqiqə əməliyyatlar var. Millət, baxa bilərsiniz, hələ ki burada minus göstərir. Çünki mən Elliotla əməliyyat açıram millət, onu sizə bu dəqiqə izah eləyə bilməyəcəm mən. Yəni mən izole, baxın, izole 5x Vso, açıram və trade'imi eləyirəm uşaqlar. Qutardı getdi. Mən az-az açıram. Xırda-xırda mənim orada Elliot dalğalarında Fibonacci hissələrim olur və həmən hissələrdən mən ya əməliyyatımı açıram, ya da ki həmən yerdən əməliyyatımı take profit ilə bağlayıram uşaqlar. Burada olan əməliyyatları görə bilərsiniz hal-hazırda və bu əməliyyatları mən hələ ki gözləyirəm uşaqlar. Gözləyirəm və Elliot hələ ki yoxa çıxmayıb ki, mən onları siləm. Yəni Elliot əgər məndə yoxa çıxsa, mən həmən əməliyyatları bağlayacağam. Uşaqlar, oldu, mən yoruldum. Videonu dəyərləndirin. Hamınıza uğur və nailiyyətlər millət. Nə sualınız, sualınız oldu, Instagrama yazırıq və məlumat alırıq. Oldu. Hələlik növbəti videoda görüşərik.